Sevgilisiz? Bəli. Neçə müddətdir? 1 il yarım. Maşallah ikisi birdən cavab verirsə, bu şey tam möhkəm bir sevgililik idi. Sevgili olduğunuz müddətcə bir bizə demədiyiniz bir sirriniz var ki, onu heç vaxt demərsiniz ki, ayrılmaq dərəcəsinə çata bilər də. Yəni bir sirriniz var. İndi məncə artıq heç nə deməz, amma belə var ha, demədiyim bir şey var ha. Vay, xanımın baxışları dəyişdi. Və sizdə? Əslində məndə də var. Yəni bu oyun qarışıq olacaq, belə görürəm. Deyirəm mən birinci deyim. Amma ayrılmaqla nəticələnməsin, mən ailə dağdan deyiləm. Belə açığı deyim. İndi normaldır məncə. İlk dəfə görəndə heç xoşuma gəlmirdi. Belə desəm yəni zəhləm gedirdi biraz. Yoxsa necəsə alındı, gördüm ki, əksinə çox başqa cür imiş. O səni parçalamaq istəyir, bu videoda dayanıb. Sakitləşmək üçün sənə bir dənə sirri demək istəyirəm. Mən əksinə istəyirdim ki, əlim mənim dalımca qaçsın. Yəni bildirmirdim ki, mənim ondan xoşum gəlir. Əslində əvvəlcədən xoşum gəlirdi. Yəni xanım süründürmək istəyir. Məncə xanım səni öldürəcək evdə. Ola bilər. İstəmirəm sizi əli boş yola salın. Bəs səhifəni izləyirsiniz? Videolarımız qabağıma çıxır, amma belə takip eləmirəm. Yəni mən də, yəni qabağıma çıxır ancaq video. Bu dəqiqə izləsəydiniz, yerindəcə 100 manatla gelirdiniz. Bu davanın axırını 100 manatla qeyd edirdiniz. Heç nə, gərək takip eləyərdim. Hamıya da tövsiyə edirəm ki, takip eləsin. Siz də izləyin, bax elə sən də izlə, çünki sonra yenə qarşıma çıxa bilər. Sizin də. Sağ olun. Sağ olun. Çox sağ ol. Dalaşmayın ha.